Saygıdeğer, değerli soydaşlarımız, bildiğiniz təkin bugün Belçikanın baş kəndi Brüksel'də Güney Azərbaycan Türklərinin, Dünya Azərbaycan Türklərinin burada bir yürüyüşü vardı, bir toplanış vardır. Bugün Brüksel sokaklarında, küçələrində, xiyabanlarında bir haykırış yüksəldi. O haykırış nə deməkdir? Yaşasın Azərbaycan, ədalət, özgürlük, milli hükümət. Belə bir sloganları ilə, belə bir söyləmləri ilə yola çıxdıq. Dəyərli soydaşlarımız çox sağ olsunlar, bizləri yalnız buraxmadılar hər yerdən, bütün Avropa ölkəsindən, Amerikadan, hər yerdən, bütün Amerika qıtasından, Avustraliyadan, Türkiyədən, hər yerdən buraya katkısı olan soydaşlarımız var. Özellikle bir dəyərli soydaşımız, dildaşımız nə üçün buraya gəlmişlər, öz dillərindən eşidəcəyi, onlar anlatacaqlar. Hoş gördük. Çox sağ olasınız. Mən də bir Azərbaycan balası olaraq bu möhtəşəm toplantıda iştirak elədim. Çox bir gözəl idi. Bilahara ədalət və azadlıq səsin buradan biz istədik həm dünyaya, Avropa ölkəsinin başqanlarına, həm öz millətimizə Azərbaycanda, həm İran millətinə ki, zülm altında əlan yaşayırlar və həm opozisyon ki, İranda vardı, bunlara yetirək və deyək ki, bilahara Azərbaycan bir böyük etnik olaraq istəkləri var ki, bu istəklərdən eləmək olmaz eşidilməyə sözləri və təbiətən o muzaəf sitəmi ki, olubdur Azərbaycan xalqına və ayrı etniklərə, onun səsini burada ucaltdıq. Sayın Əli bəy, özəlliklə bugün Avropa Parlamentinin önündə, belə baxdığımızda da burada minlərcə soydaşlarımız bir araya gəlmişlər. Bildiyiniz gibi bugün İran adlanan ölkədə orada mən sayınla işim yoxdur, 30 milyon, 35 milyon ya 40 milyon. Orada dilimiz baskı altındadır, ekonomimiz baskı altındadır. Orada hər türlü baxdığımızda heç bir özgürlük yoxdur. Yəni bir diktatorluq var, bir zalimlik vardır, bir zulüm vardır. O zulümə qarşı özellikle ne demek istersiniz? Bu toplantının mühüm peyğamının biri İttihatiyyə Avropaya budur ki, İran adlanan ölkədə Məmaliki Məhrusə ünvanında ya bir kəsirül milləh olan bir ölkə olaraq milyonlar insanlar var ki, əsası və əvvəliyyə hüquqlarından uzaqdırlar. Milyonlar nəfər haqqı yoxdur öz ana dilində dərs oxuya, öyrəşə, öz ədəbiyyatın mədrəsələrdə öyrəşələr və bu vaqəən o ziddi hüquq-i bəşəri işlərdir. Bu tazə bir qismətdir. Çox miqdarlı zülm orada olubdur. Müxtəlif etniklərə, hər cümlə Azərbaycan bir böyük etnik olaraq və o əqəlliyyət, əksəriyyət olaraq bu keçmiş yüzildə vaqəən bir istemar halətində yaşayıbdır və əlan ki bu intizar vardı, bu ümid vardı ki bir təzə bir inqilab yarana İranda deyilən ölkədə bunda təbiətən eləmək olmaz. Sirfən bu iki opozisyon ki mərkəzgəradır, onu İranın nümayəndəsi bilinə. Bizim sözümüz budur ki dünya nəhadları, siyasi orqanları, mədəni orqanları müxtəlif etnikləri və müxtəlif fikirlər ki İranda vardı, bunu eşitməlidirlər və əhəmiyyət verməlidirlər o məsailə ki keçək bunlara. Özellikle faşistler belə deyirlər ki, İran eşit Farsdır. Yani yalnız orada biz dediğimizde biz Azerbaycanlıyız, biz Türküz. Böyle bir çamıratmalar vardır. Yani bizi yoxa sayırlar, bizi yani böyle görmezden gelirler. Ancak bugün içeride de ve dışarıda da bütün milletimiz ayaktadır. Yani ayaktadır, haykırır ki Azerbaycanın dili var, varlığı var, ekonomisi vardır. Yalnız o qoymayacaq ki öz o doğal haqları əzilsin. Buna ne demek istersiniz? Azərbaycan bölünəndən sonraki zəifləşdi. Təbiətən müxtəlif qüvvələr gəldilər. O milli hökumət ki o zaman var idi, Qacar hökuməti və Məmaliki Məhrusə qalibində millətlər bir-birinin yanında keçin idi. Bunda bir təğyirat icad elədilər və bir hökumət gəldi ki bu Benoy dəstnişanda idi. Bu hökumətin içində Fars dili, bir ortaq dil olmaq, miyancı dil olmaq qalibində qabil qəbul idi. Ancaq vaxtı mədrəsələr açıldı, dərhal ki Azərbaycanın özündə demokratik hökumət yaranmışdı və qeyd ki, hər öz haqqında, öz dilində, öz ədəbiyyatında, öz kültüründə yaşayaq. Bunu gəldilər ərteş gücü ilə, 20 min nəfərin ölümü ilə sərkub elədilər və ondan sonra bir böyük istemar və
zülm kolle İrana, cümlə Azərbaycan etnikinə keçdi. İranda müxtəlif dillər vardı. Türk dili böyük bir dildir və şayət əgər düz amar ola, hətta fars dilindən yoxun ola, onunla çox ola, onunla bərabər ola. Liza İran əgər istəyir İran qala, mən özüm bir federalist kimi İrana baxıyam, gərək dönə və İyalat-ı Müttəhidə İran olmaqda ya konfederasyon qalibində eləyə bilə müxtəlif etniklərin və müxtəlif nəzərlərin, müxtəlif cəmiyyətlərin nəzərin hökumətdə və siyasətdə və yaşamda biləxərə əhəmiyyət qail olmaqla keçsinə və gənə bu ki şah gedə molla gələ, molla gedə genə şah gələ, ya bir ayrı cumhuriyyət gələ ki, mərkəzgərə ola, bu təbiətən genə elə bu zülm olacaq və biz haqqımıza yetişməyəcək. Çox millətlər haqqına yetişməyəcək. Ancaq millətimiz bugün oyaqdır, ancaq millətimiz bilgilənibdir. O keçmişdəki deyil ki, buna görə ki, şah dönəmdə onların arxasında İngiltərə güclənsin, onları gətirsin, William Darcy anlaşması ilə, yəni petrolu bizə verəcəksiniz, sizə bir hakimiyyət sağlayacağıq. Ancaq bizim o dönəmdə 1324-də türkcə kitablarımız yansın, musiqimiz yasaq olsun, dilimiz yasaq olsun və özəlliklə gördüyümüzdə siz də bəlkə bunu gördünüz, görgü tanığı oldunuz, şahid oldunuz ki, niyə mədrəsələrdə, niyə bizim türkcə danışmaq üçün, niyə öyrətmənlər bizi vururdu, niyə yasaqlamışlar, niyə musiqimiz yasaqdır, niyə dilimiz yasaqdır, niyə bir dənə bugün sizin anaz ya benim anam, bir dənə məktub yazsaq ki, ana mən susuzam, onu oxuya bilməyə. Bu bir aşırı bir zülümdür. Yəni buna nə demək istərsiniz? Bu dəqiqən zülmdür. Bir ayrı ad bunun üstünə qoymaq olmaz. Bu zülmdür ki, bizə, Azərbaycan millətinə və ayrı etniklərə keçək. Təəssüflə bir iddə qeyri-demokratik, faşist nəzərləri olanlar İranı müsaviyə fars bilirlər. Bu əslən düzdür. İran müxtəlif etniklər, müxtəlif dillər, müxtəlif kültürlər orada vardı və təbiətən biz iki gəlmişik bu günləri ədalət səsini ucaldaq. Əd cümlə sözlərimizin biri bu ədalət fərhəngi, ədalət zəbani və ədalət etnikidir və hətta ədalət iqtisadi. Biləxərə bir yencad, piramun, yəni qıraq həmişə mərkəzə nisbət sirvətini əldən veribdir. Bu təbiətən bundan artıq ola bilməz. Bizi təəssüflə Xuzistanın vəziyyətini görüyoruz ki, nə günə düşdü və bu ittifaq sabahları bizim Azərbaycana da düşməlidir. Əlan tökülüblər, mədənlərimiz istismar olayı. Əgər bundan bizim millətimiz eləyə bilməyə öz həqqini ala və o nisbi rifahına ki, öz sirvətləridir ona çataq, bu təbiətən istemardır və bir ayrı ad buna qoymaq olmaz. Özəlliklə əgər örnək versək, bugün İsviçrə, yəni bizim deyə bilərik ki, bəlkə Doğu Azərbaycan qədər ya Azərbaycan şərqi qədər, ya Hollandiya, şərqi Azərbaycan qədər bir toprağı yoxdur, yüz ölçümü yoxdur, məsahəti yoxdur. Nədən İsviçrədə 4 dil vardır, təməlli dünyanın ən gəlişmiş ölkələridir. Biz dilimizi istədiyimizdə, yox İran bölünəcək, beyli olacaq, eyli olacaq, belə bir çamurlar bizim üzərimizə atırlar, belə bir iftiralar deyirlər. Yəni biz bunlarla 100 ildir qarşı-qarşıyıq. Buna nə demək istərsiniz? Siz Avropada yaşayırsınız, Avropada insan haqları eşitdir, müsavidir. Adlar ki bizim üstümüzə ya qoyaylar. Hala bir iddiyə təciziyə tələb deməklə, pan-türk deməklə, pan-ərəb deməklə, nəmənə. Bunun dərvaqa o istəkləri ki vardı, haqq istəmək və ədalət istəməkdir. Biz buraya cəmləşmişik və ayrı etniklər ki, təcəmmülər olaylar. Hamımızın sözümüz budur ki, bizim bir seri haqqlarımız vardır. Bu haqq həm fərhəngidir, həm iqtisadidir, həm dildədir, həm hakimiyyətdə və siyasətdə səhmi olmaqdır. Bu haqqı biz almalıyıq və bunu görsədirik ki, biləxərə bir böyük millət olaraq təbiətən bu mübarizədə qutaq gəlməyəcək. Millətimiz İranda çox tələfat veriblər, bir yenicə çox ağır bir həzinə veriblər. Xırda şeylər üçün ki, dünyada əslən hesaba gəlmək, bir pərçəm götürməyə. Pərçəm yəni nə mənə? Pərçəm yəni bu mənim nişanımdır ki, görsədəm ki, mən kiməm. Bunu gətirəsən, məsələn, ad qoyasan hər adı və ona hətta əmniyyəti baxasan, bu təbiətən qabili qəbuldur. Biz cümlə azadilər iş istiyoruz, bu işi sözümüzü deyək, kültürümüzü görsədək və təbiətən bu haqqı da almalıyıq. Bizə haqqı verməyəcəklər, yəni istəməklər verələr, ancaq biz təbiətən bir qudrətli bir millət olaraq eləyə biləcəyik mübarizə ilə bunu yalaq. Çox sağ olun, saygılarımı sunarım. Dəyərli soydaşlarımız, gördüyünüz təkin bu dünya Azərbaycanlıların haykırışıdır. Bəlkə deyə bilərəm ki,
tarix boyunda heç bir zaman olmamıştı. Bugün Brüksel'in sokaklarında, xiyabanlarında bir haykırış yükseldi. O haykırış ne demektir? Yaşasın Azərbaycandır. Buna göre ki Azərbaycan Türkleri heç bir zaman kölgədə qalmayacaq. Hər kəs də onu görməzdə gəlsə, buna göre ki biz bir güclü bir milləti ayağa qalxıb öz haqlarımızı istəyəcəyik. Hər kəsin də zoruna getsə, getmiş olsun. Ona göre ki biz heç bir zaman o haqlarımızdan göz yummayacağıq. Saygılarımı, sevgilerimi sunarım. Antiva Partisi Elyaz Yekənli. Esen kalın, bizden ayrılmayın. En azı 3-5 otobüs kalksın. Çünkü Güney bizim yarımız, yüreğimizin yarısı. Biz bugün Güney Azerbaycan'ın yanında olmayacak da ne zaman olacak? Biz bugün Azerbaycanımıza karşı düşman emelleri güden bir toplumun karşısında olmayacak da. Milli hükümet illerdir ki değerli soydaşlarımız dünyaya bağırır, dünyaya bağırır. Ancak herkesten bunu görmezden gelse bugün dünya Azerbaycanlıları yurt dışında herkes ayaktadır, herkes bir araya geldi. Milletçiyim, milletçi! Naşahçıyam, naşihçi, milletçiyim, milletçi. Azerbaycan öz yolunu tapıptı. Saltanatı, vilayeti Değerli soydaşlarımız, gördüğünüz tekin Brüksel'de bir yürüyüşümüz başlamış. Ancak bu yürüyüş ne demektir? Güney Azerbaycan'ın taptalanmış haklarını haykırmak, bağırmak. Tosun önündeyik. Amaç nedir? Ne için buraya Amaç katıldık? esir halindeki Güney Azerbaycan Türklerinin özgürlüğünü savunmak. Duyduğumuzdan dolayı Güney Azerbaycan Türklerinin bir sürü baskılar vardı onların üzerine. Evet. Sıkıntılar vardı. Anlatar mısınız ki biz Güney Azerbaycan Sayın Salih Bey'den duyacağız. Hoş gördük. Hoş gördük İlyas Bey. Amaç nedir Salih Bey? Bu Brüksel'de birinci dönedir. Yani belki 100 yılın içerisinde böyle bir yürüyüş olmamıştı. Bugün dünya Azerbaycanlılar bir araya gelmiş. Bəli, demiyorlar ki birinci aktımızdı, aksiyamızdı bu şekilde. Doğrudur. Bütün Azerbaycanlılar ve Azerbaycanlılardan əlavə başka İranda yaşayan Türklər, Qaşqaylılar, Türkmenler, Xorasan Türkləri birinci dəfə bir yerə gəlmə imkanı. Saygıdeğer, değerli soydaşlarımız, bildiğiniz tekin bugün Belçika'nın başkenti Brüksel'de Güney Azerbaycan Türklerinin, Dünya Azerbaycan Türklerinin burada bir yürüyüşü vardı, bir toplanış vardır. Bugün Brüksel sokaklarında, küçələrində, xiyabanlarında bir haykırış yükseldi. O haykırış ne demekti? Yaşasın Azerbaycan, ədalət, özgürlük, milli hükümet. Belə bir sloganları ilə, belə bir söyləmləri ilə yola çıxdıq. Değerli soydaşlarımız çox sağ olsunlar, bizləri yalnız bırakmadılar hər yerdən, bütün Avropa ölkəsindən, Amerikadan, hər yerdən, bütün Amerika qıtasından, Avustraliyadan, Türkiye'den, hər yerdən buraya katkısı olan soydaşlarımız var. Özellikle bir değerli soydaşımız, dildaşımız ne için buraya gelmişler? Öz dillerinden eşidəcəyik, onlar anlatacaklar. Hoş gördük. Çox sağ olasınız. Mən də bir Azərbaycan balası olaraq bu möhtəşəm toplantıda
iştirak elədim. Çox bir gözəl idi. Bilahara Ədalət və Azadlıq səsin buradan biz istədik həm dünyaya, Avropa ölkəsinin başqanlarına, həm öz millətimiz Azərbaycanda, həm İran millətinə ki, zülm altında əlan yaşayırlar və həm opozisiyon ki, İranda vardı, bunlara yetirək və deyək ki, bilahara Azərbaycan bir böyük etnik olaraq istəkləri var ki, bu istəklərdən eləmək olmaz eşidilməyə sözləri və təbiətən o müzaəf sitəm ki olubdu Azərbaycan xalqına və ayrı etniklərə onun səsini burada bezdə ucaltdıq. Sayın Əli bəy, özəlliklə bugün Avropa Parlamentinin önündə belə baxdığımızda da burada minlərcə soydaşlarımız bir araya gəlmişlər. Bildiyiniz kimi bugün İran adlanan ölkədə orada mən sayın işim yoxdur, 30 milyon, 35 milyon ya 40 milyon. Orada dilimiz baskı altındadır, ekonomimiz baskı altındadır. Orada hər türlü baxdığımızda heç bir özgürlük yoxdur. Yəni bir diktatorluq var, bir zalimlik vardır, bir zülüm vardır. O zülmə qarşı özəlliklə nə demək istərsiniz? Bu toplantının mühüm peyğamının biri İttihatiyyə Avropaya budur ki, İran adlanan ölkədə Məmalik-i Məhrusə ünvanında ya bir kəsirül milləh olan bir ölkə olaraq milyonlar insanlar var ki, əsasi və əvvəliyyə hüquqlarından salam deyirəm bütün əziz soydaşlarımıza və bu aksiyada iştirak edən hər kəsə. Bugün 25 Mart Güney Azərbaycan tarixində damğasını vurdu. Bugün bir başlanğıçdır. Artıq bu yolu daha güclü, daha birlikdə yürüyəcəyik və haqlarımızı öz əlimizlə, öz birliyimizlə əldə edəcəyik. Mən yazılmış qətnamənin türkçəsini oxumaq istəyirəm ki, izin olursa, elədir programda. Dostlar, gördüğünüz gibi Azərbaycanlılar. Saygıdeğer, değerli soydaşlarımız, bildiyiniz təkin bugün Belçikada, Belçikanın başkəndi Brükseldə Güney Azərbaycan Türklərinin, Dünya Azərbaycan Türklərinin burada bir yürüyüşü vardı, bir toplanış vardır. Bugün Brüksel sokaklarında, küçələrində, xiyabanlarında bir haykırış yüksəldi. O haykırış nə deməkdir? Yaşasın Azərbaycan! Salam deyirəm bütün əziz soydaşlarımıza və bu aksiyada iştirak edən hər kəsə. Yadan başqa bir şey olmamışdır. Hazırda İslam Respublikası rejimi iflas həddinə çatmışdır və hər cür böhrana qarşıya qalan İranın müxtəlif bölgələrində yaşayan xalqlar. Saygıdeğer, değerli soydaşlarımız, bildiyiniz təkin bugün Belçikada, Belçikanın başkəndi Brükseldə Dünya Azərbaycan Türkləri bir araya gəlmiş, bir haykırış var, yaşasın Azərbaycan. Buna görə ki, Dünya Azərbaycanlılar bir nöqtəyə gəlmiş, Avropanın göbəyində, Avropa Birliyinin önündəyiz. Gerçəkdən belə bir tarix üzərində, belə bir Dünya Azərbaycan Türkləri bu araya gəlməmişdi. Buna görə ki, fas şovinizmə yəni son vermək. Buna görə orada olan soydaşlarımız var, dildaşlarımız vardı. Dilimiz bataqdadır, dilimiz tapdalanır, varlığımız tapdalanır. Buna görə ki, düşman bizi görməzdən gəlir. Çox sağ olsunlar, var olsunlar. Kuzey Azərbaycandan, Dünya Azərbaycandan, Azərbaycanımızın gözəl səsi. Danışığıma başlamadan öncə istəyirəm bir dəqiqə bütün Azərbaycan şəhidləri üçün sükut eləyək. Milli hökumət, ədalət, milli hökumət. Əzizim sən Qaraban, Şəkil, Şirvan, Qaraban, dünya cənnət. Bu da Qaşqayların nə qədər təhlükə altında olduğunu göstərir, amma elə bir güclü millətimizdir ki, 100 il sonucunda hələ nəfəs çəkir, hələ dilini qurumuş, hələ fərhəngini qurumuş, kültürünü qurumuş və indi and also a very famous journalist in the European bubble here, and he has been working for more than 20 years for the European Institute.
Yaşasın Azərbaycan! Diasporamızdan verdiği emeği için ışıklandırdı, bu imkanatımızı ışıklandırdı. Bugün Azerbaycan'da, Bakı'da bütün medyalar sizin sesinizi dinledi. Medyadan başka bir şey olmamıştır. Hazırda İslam Respublikası rejimi iflas haddine çatmıştır ve her tür böhrana karşıya kalan İran'ın müxtəlif bölgelerinde yaşayan xalqlar aylardır rejime karşı isyan edirlər. Son aylardaki itirazlarda Azerbaycan Türk milleti ve diğer Türk toplumlar Qaşqai Türklerinden tutmuş Tehran, Qəzvin, Zəncan ve Təbriz'e kadar yüzlerce evladını bu cenayetkar rejime karşı mübarize yolunda kurban veripler. Bugün İran'da bütün məzlum xalqlar, umumi bəşəri qanunlar və hüquqlar çərçivəsində öz pozulmuş hüquqlarını bərpa etmək, azad və ədalətli şəraitdə fərdi və milli həyatlarını davam etdirmək əzmindədirlər və bu yolda ağır bədəllər ödəyirlər. Səbəbsiz deyil ki, bugün dünyanın gözü İran xalqlarındadır və dünya onların mübarizəsinə heyranlıqla baxıb və ona yüksək qiymət verir. Hərçənd bu inqilabda da ayrı seçkinlik və ikili standart az deyildir. Xüsusən də mürtəcə bir cərəyanın inhisarında olan xaricdəki fars dilli mediasının məzlum xalqlara, xüsusən də Güney Azərbaycan Türk millətinə qarşı ritorikası onların mübarizələrini aykut etməklə və senzorla tətbiq etməklə rejim mediasından çox da fərqli siyasət götürməmişdir. Son aylarda beynəlxalq sahədə, o cümlədə Türk Devlətləri Təşkilatında Güney Azərbaycan xalqına edilən zülmün səsi olmağa çalışan yeganə devlət adamı Prezident İlham Əliyev olmuştur. Biz buradan Prezident cənablarından təşəkkür edib minnətdarlığımızı bildiririk və möhtərəm Prezidentdən Vəsiləsinə mən sizdən təşəkkür edirəm ki, tək və tək bizim gücümüz birləşir. Saygıdeğer, değerli soydaşlarımız, değerli yurttaşlarımız. Bugün Mart'ın 25'idir. Tam olarak Rotterdam'dan çıktık, biz Brüksel'e geldik. Brüksel'de Belçika'nın başkenti. Burası Avrupa Parlamenti'nin önünde. Dünya Azərbaycanlıları və özəlliklə Güney Azərbaycan Türkləri bildiyiniz gibi 100 ildir tapdaq altındadır. Ancaq burada bir Brüksel'in sokaklarında, xiyabanlarında bir haykırış olacaq. Birazdan sonra o mitingə qatılacaq. Bu mitingi düzenleyen Sayın İlham Bey'dir, Kəmalə xanım və Maisə xanım. Çox sağ olsunlar, var olsunlar. Böyük bir əməkləri vardı. Xoş gördük Kəmalə xanım. Biz bugün haraya getmək istəyirik? Xoş gördük sizləri. Biz bugün Brüsselə gedirik. Bu günləri Güney Azərbaycanlıların sesi olmağa, milli yürüyüşə, ondan sonra birlik, bərabərlik üçün gedirik. Çox sağ olun, var olun. Orada nələr olacaq? Güney Azərbaycan dediyinizdə kafanızda nələr canlanır? Güney Azərbaycan dedikdə bütöv bir Azərbaycan. Mənim üçün Arazın o tayda, bu tayda bütün Azərbaycandır. Çox sağ olun. Sayın Başkanım, sizdən duymaq istərəm. Evet, çok sağ olun, var olun. Çok büyük bir payız var, büyük bir emeğiniz var. Allah razı olsun. Biz de Hollanda'da bulunan Azərbaycan təşkilatları ilə birgə bugün yola çıxırıq. Brüksel'də yapılacaq Güney Azərbaycanımıza, belə deyim ki, ədalət mitinginə. Biz də kendi dostlarımızla, kendi təşkilat arkadaşlarımızla biz de Güney Azərbaycanımızın yıllardır əsarət altında olduğunu və Güney Azərbaycanın artıq yeri gəlmişkən kendi sözünü deməsi için Güney, Kuzey, bütöv Azərbaycan ideyasının yıllardır bir savunucusu olarak bugün de Brüksel'de bu şuarları səsləndirəcək. Artıq yetər bir olağın
bərabər olağın, hər daim yan-yana olağın bu düşüncələrlə Brüsselə gəldi. Özəlliklə çox sağ olun, bir otobus, yəni belə bir bunu düzənləmisiniz, siz belə özəlliklə də ki Maysə xanım, Kəmalə xanım çox sağ olsunlar, var olsunlar. Burada Güney Azərbaycan türklərinə böyük bir qatqınız və dəstəyiniz var. Ya kesinlikle, yəni şimdi Güney dərkən artıq aramızdakı deyəlim ki o ufacıq şeyləri bir kənara qoymaq lazım. Güney Azərbaycan bizim Türk dünyasının qanayan yarasıdır. Əgər ortada Güney məsələsi varsa, biz hər zaman o məşələnin ətrafındayıq. Dəyərli soydaşlarımız, bildiyiniz təkin biraz bundan öncə Brükseldə Avropa Parlamentinin önündə belə bir yürüyüşə qatıldıq. Güney Azərbaycanın istəklərini dilə gətirdi. Bugün Brüksel sokakları yaşasın Azərbaycan haykırışıyla yürüşlərə yüksələn bir səs. Çox sağ olsunlar, var olsunlar. Rotterdamdan bizi buraya gətirən dəyərli soydaşlarımız İlham Başkan başda olmaq üzrə. Dəyərli soydaşlarımız Anadolu türklərindən, Kuzey Azərbaycandan və Güney Azərbaycandan. Güney Azərbaycandan da özəlliklə soydaşlarımız var, dildaşlarımız vardı. Onlar da bizimlə birlikdə yol bir oldular. Fərhad bəy, xoş gördük. Bugün biz haraya getdik? Nələr oldu? Bugün Brükselin sokaklarında, küçələrində bir haykırış var idi. Nə demək? Çox gözəl idi. Çox gözəl idi. Günlər çox zamandan sonra özümü Təbrizdə hiss etdim. Gözəl bir hiss idi, gözəl bir duyğu idi. Yəni Avropa Parlamentinin önündə, yəni belə bir haykırışlar bugün İran adlanan ölkədə, orada 35 milyon, 40 milyon türklər vardır. Yəni bunu dünyanın qulağına çatdırmaq, yəni dünya belə bir buna özen göstərsin və özəlliklə türk dünyası da başda olmaq üzrə. Belə, sizin duyğularınızı almaq istərəm. Duyğu, çox gözəl duyğum vardı. Yəni söyündüm, bu qədər Azərbaycanın indi güney ola, quzey ola, Türkiyədən ola, bu qədər türk milləti bir yerdə olmaq və öz türk olduğuna qürur duymaq, tabii ki, sən də qürur duyursan. Gözəl hisslər verir biləvər. Sevindim, çox gözəl oldu yəni, gözəl gün geçdik, gözəl gün oldu biləmizə. Bir də ki, tabii ki, türk dünyasına bir stempel oldu da. Biz cənublu olaraq kəndimizi yalnız hiss etmədik. Şimallılar gəldilər, Türkiyədən gəldilər, bizə dəstək verdilər. Bu gözəl bir duyğu idi. Özəlliklə Qaşqay türkləri, bu bizə türkmənlər də var idi. Yəni bir cənublu olaraq yəni gözəl hissi verdi biləmizə. Tək deyirik, yalnız deyirik. Bizim bu savaşımızı yalnız aparmırıq. Başqaları da bizimlə həmdətdirlər. Dərdimizi anlayırlar, bizimlə bərabər gəlir. Gözəl duyğu idi. Çox sağ olun. Fərşid bəy, xoş gördük sizi. Saygıdeğer, değerli soydaşlarımız, bildiğiniz təkin bugün Belçikanın başkəndi Brükseldə Dünya Azərbaycan türkləri bir araya gelmiş. Bir haykırış var, yaşasın Azərbaycan. Buna göre ki Dünya Azərbaycanlılar bir noktaya gelmiş. Avrupa'nın göbeğinde, Avrupa Birliği'nin önündeyiz. Gerçekten böyle bir tarix üzerinde böyle bir Dünya Azərbaycan türkləri bu araya gelmemişti. Buna göre ki fas şovinizme yani son vermek. Buna göre orada olan soydaşlarımız var, dildaşlarımız vardı. Dilimiz bataktadır, dilimiz tapdalanır, varlığımız tapdalanır. Buna göre ki düşman bizi görmezden gelir. Çok sağ olsunlar, var olsunlar. Kuzey Azərbaycandan, Dünya Azərbaycandan, Azərbaycanımızın güzel sesi. Bugün Güllü Hanım da bizim aradadır, biz bir araya geldi. Buna göre ki çok sağ olsunlar, bizi yalnız bırakmadılar. Öz sesleriyle, Yaşa Azərbaycan marşıyla bugün toplanışımıza bir boyak kattı, bir renk kattı. Çok hoş gördük sizi Güllü Hanım. Çok hoş gördük, ben de sizi salamlayıram. Biz Brükseldəyik, Avropa Parlamentinin önündəyik. Dünya Azərbaycanlıları yığışıblar bura. Bütün Azərbaycanlılara təşəkkür edirəm. Bütöv Azərbaycan naminə həmişə ölkəmizi bütöv görməyi arzuluyoruz. Bayrağımız hər zaman dalğalansın. Dünyanın ən gözəl bayrağı da Azərbaycan bayrağı. Arzu edirəm ki, bütün dünyada, Təbrizdə bayrağımız gözəl dalğalansın. Bütün Azərbaycanlılarımıza bütöv olmağı arzu edirəm. Özellikle Güllü Hanım, sizden bu sorunu vereceğim. Bilirsiniz ki orada, mən sayıyla işim yoxdur, 30 milyon ya 35 milyon. Orada bizim
dilimiz, varlığımız, musiqimiz, bütün oyunlarımız, milli gələnəklərimiz, görənəklərimiz faşovinizmin tapdağı altındadır. Yəni bugün Təbrizdə bir qız sizin gibi milli geyimdə olsun, səsiyle, gözəlliyi ilə, özəlliyi şarkılarımızı səsləndirə bilmir. Buna görə ki, sizi sevənlər vardır Güney Azərbaycanda. Onlara nə demək istərsiniz? Mən bütün Güney Azərbaycanlılarımızı salamlayıram. Onlara saygım, sevgim sonsuzdur. Onların hər zaman saygısını, sevgisini hiss eləmişəm. Və elə sizin mikrofon vasitəsilə bütün Təbrizdə yaşayan Güney Azərbaycanlılarımıza, bütün Güney Azərbaycanlılarımızın hamısına çox təşəkkür edirəm ki, mənə belə bir hər zaman onların dəstəyini hiss eləmişəm. İnşallah bu konsert proqramı ilə vaxt gələr ki, orada da çıxış eləyərik, orada da səhnə alarıq. Çox sağ ol Günam, var ol Günam. Bugün sizdən belə gözəl milli mahnılarımızı belə bəklentilər yüksəkdir, doğru mu? Elədir, doğrudur. İnşallah çıxış eləyəcəyik. Birazdan sonra bizi belə şaşkınlıq içərisindəyiz. Nə olacaq, nə sürpriz, hangi mahnı gələcək? Mən bir şeyi də qeyd eləmək istəyirəm. İndi ifa eləyəcəyimiz mahnı Qarabağa həsr olunub. Bu bizim böyük uğurumuzdur. Mən Ali Baş Komandanımız, var olsun cənab prezidentimiz İlham Əliyev bizə bu xoşbəxtliyi, bu sevinci yaşatdı. Qarabağımız azad oldu. İnşallah bütöv Azərbaycan kimi yenə də qələbə qeyd eləyərik. Qarabağa həsr olunmuş gözəl bir musiqi var. O musiqini indi ifa eləyəcəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bütün qazilərimizə də Allahdan şəfaət eləyirəm. Çox sağ olun, var olun. Siz sağ olun. Son sözünüz? Yaşasın bütöv Azərbaycan. Var ol Günan. Güllü xanımın dilindən yaşasın Azərbaycan, yaşasın bütöv Azərbaycan. Dəyərli soydaşlarımız, bizdən ayrılmayın, biz ilə qalın. Belə bir gözəl belə mahnılar ilə yola çıxacağıq. Bugün Brükseldə bütün sokaklarda yaşasın Azərbaycan haykırışı göklərə yüksəlmişdi. Buna görə ki, bu Türk'ün səsidir. Son sözümüz, Türk olub, Türk yaşamaq son sözümüzdür. Bizdən ayrılmayın, əsən qalın. Dili kalacak. Yaşasın Azerbaycan. Yaşasın Azerbaycan'ın prezidenti İlham Aliyev. Sağ olun, teşekkür ederim. Sağ olun Babək bəy. Vaxt itirmədən lojistik qrupumuzun məsulü Mahmud bəy Bilgin çox zəhmət çəkmişdilər. Buyurun Mahmud bəy, öz ürək. Buramızdan verdiği emeği için ışıklandırdı, bu imkanatımızı ışıklandırdı. Bugün Azerbaycan'da, Bakı'da bütün medyalar sizin sesinizi dinledi. Yolladık, eşittiler. Bakı'dan sesler geldi. Bakı Təbriz'e qovuşdu. Sizin sayenizde. Eşk olsun sizlere. Ne güzel ki varsınız. Yolumuz devam edecek. Birlikte gideceğiz. Birlikte de yürüyüş edeceğiz. Niye ki Güney Azerbaycan başsızdı. Güney Azerbaycan devleti yoktu. Devlet elde edene kimin birlikte sığılacağız. Hava tepeceğiz. Bütün Azerbaycan. Dünyanın her yerinden geldiniz. Dünyanın her yerinden vətənimizin, milletinin sesi oldunuz. Dünyanın her yerinden Azerbaycanımızın güneyinin, Azerbaycanımızın kuzeyinin, bütün Azerbaycanımızın ve Türk dünyasının sesi oldunuz. Çok sağ olasınız, çok var olasınız. Biz bu günleri buraya geldik, yürüyüştük ve dedik ki burada başlanan yürüyüşümüz Təbrizdə bitecek. Təbrizdə bitecek bizim yürüyüşümüz. O Təbrizdə istiqlaliyyətimizi, bağımsızlığımızı, Təbrizdə Güney Azerbaycanımızın Cumhuriyetinin belə bu günü, aman oradan milyonlar insanımızın ve bayraqlarımızın əsməsiyle, bayraqlarımızın demək dalgalanmasıyla, bütün Azerbaycanımızın bayrağının dalgalanmasıyla cəşn tacı yok. Sizin hamınızı o gün görmək ümidiyle, sizin hamınızı vətəndə, sizin hamınızı milletimizin bağrında görmək ümidiyle, Azerbaycanımızın güneyi. Təşəkkür edirəm və bütün əməyi geçən dostlarımız, təşkilatlarımız, mediamız, hər kəs ki bu eylemde, bu yürüyüşdə əməyi geçdi,
hamısının öz təşəkkürlərimizi həm şəhid ailəsi olaraq və həm də İstiqlal Partisi olaraq bildirmək istəyirəm. Çox sağ olun. Vətən bölünməz. Şəhidlər ölməz, vətən bölünməz. Şəhidlər ölməz, vətən bölünməz. Bayramımızın çox İran atanın ölkəni tərk etmişəm, 819 ildir təşəkkür edirəm. İçəridən bizə mesaj gəlmişdi ki, bunu deyəm sizə. O da budur ki, onların istəyi budur ki, milli fəalların xüsusilə Taza zindandan isarətdən tutulublar. Birliğimizi, bərabərliyimizi güclətmək, birlikdə biz gücük və digər millətləri də ki, İran atanın ölkəni içərisində demişdik ki, infaz millətlərdirlər. Bizim tayımız elə deyirlər, əsarətə yaşayırlar, onlar da özümüzə millətlərin bir güc olaraq alternativ sunmaqdır. Onların istəyi təkbətək olmanızda təşəkkürlərini bildirdilər. Onların vəsiləsilə mən sizdən təşəkkür edirəm ki, təkbətək bizim gücümüz birləşir. Danışığıma başlamadan öncə istəyirəm bir dəqiqə bütün Azərbaycan şəhidləri üçün sükut eləyək. Çox sağ olun. Bilirsiniz, bu yığıncaq Azərbaycanlıların başlanğıc səsidir. 6 ay yaxındır, bildiyiniz kimi İranda inqilab havası əsməkdədir. Bizim millətimiz minlər Azərbaycanlı tutulub, onlar Azərbaycanlı şəhid olub. Yüzlər insanımız şikəncə olub. Amma gördüyünüz kimi faşisti cərəyanlar hardadır Azərbaycanlılar? Azərbaycanlıları təhqir eləməyə başladılar. İçəridə və eşikdə. Bizim Adalet, milli hükümet. Azatlık, adalet, milli hükümet. Azatlık, adalet, milli hükümet. Səsləri ilə Yaşa Azərbaycan marşı ilə bugün toplanışımıza bir boyaq qatdı, bir rəng qatdı. Çox xoş gördük sizi Güllü xanım. Çox xoş gördük. Mən də sizi salamlayıram. Biz Brüksəldəyik, Avropa Parlamentinin önündəyik. Dünya Azərbaycanlıları yığışıblar bura. Bütün Azərbaycanlılara təşəkkür. Bilgin, çox zəhmət çəkmişdilər. Buyurun Mahmud bəy, öz ürək sözlərinizi. Çox sağ olun, dəyərli dostlar. İlham bəydir, Kəmalə xanım və Maisə xanım. Çox sağ olsunlar, var olsunlar. Böyük bir əməkləri vardı. Xoş gördük Kəmalə xanım. Biz bugün haraya getmək istəyirik? Xoş gördük sizləri. Biz bugün Brüsselə gedirik. Bu günləri Güney Azərbaycanlıların səsi olmağa, milli yürüşə, ondan sonra birlik, bərabərlik üçün gedirik. Çox sağ olun, var olun. Orada nələr olacaq? Güney Azərbaycan dediyinizdə kafanızda qoymaq istərəm. Evet, çox sağ olun, var olun. Çox böyük bir payız var, böyük bir əməyiniz var. Allah razı olsun. Biz də Hollandada bulunan Azərbaycan təşkilatları ilə birgə bugün yola çıxırıq. Brüksəldə yapılacaq Güney Azərbaycanımıza, belə deyim ki, ədalət mitinginə
biz də kəndi dostlarımızla, kəndi təşkilat arkadaşlarımızla biz də Güney Azərbaycanımızın səsini haykıracağıq. Çox sağ olun, var olun. Çox sağ olun. Maysə xanım, keçənlərdə də birkaç gün bundan öncə də yaz bayramını kutladıq. Çox sağ olun, var olun. Yəni o günkü duydunuz ki, Güney Azərbaycanlıların belə bir sıxıntıları var, problemləri vardır. Yəni Avropa Birliyinin önünə getmə, oyda bir haykırmaq, bütün sokaqlarda yaşasın Azərbaycan soluqanları. Soydaşlarımız var, dildaşlarımız vardı. Onlar da bizimlə birlikdə yol bir oldular. Fərhad bəy, xoş gördük. Bugün biz haraya getdik? Nələr oldu? Bugün Brükselin sokaklarında, küçələrində bir haykırış var idi. Nə demək? Çox gözəl idi. Çox gözəl idi. Günlər çox zamandan sonra özümü Təbrizdə hiss etdim. Gözəl bir hiss idi, gözəl bir duyğu idi. Yəni Avropa Parlamentinin önündə, yəni belə bir haykırışlar bugün İran adlanan ölkədə, orada 35 milyon, 40 milyon türklər vardır. Bizi anlayırlar, bizimlə bərabər gözəl duyğu idi. Çox sağ olun. Hər şey Bu da Qaşqayların ne kadar təhlükə altında olduğunu göstərir, amma elə bir güclü millətimizdir ki, 100 il sonucunda hələ nəfəs çəkir, hələ dilini qurumuş, hələ fərhəngini qurumuş, kültürünü qurumuş və indi də varlığını burada Avropanın qəlbini ortaya qoyur, özünü göstərir. Burada Qaşqay çox Avropada yaşayır. Mütməyinnəm, əgər Qaşqaylar çox olsaydı daha da çox gələrdi. Amma İranda yaşayan Qaşqaylar ki vardırlar, hamısı əvvəlki gündən bəlli bu hərəkətə arxa çıxmışlar, dəstək vermişlər və müntəzirdirlər ki, bu aksiyaların sonunu, devamı gələr. O yüzden de ben burada milletimize seslenirəm ki, biz Azerbaycan milletiyle burada el birliği hareket ederek ve milletimizin, Türk milletinin haklarını ve geleceğini koruyarak burada. Ben mutluyum ki sizlerle hamimiz şu an iştiharla bunu uzaktan izleyin. Sağ olun, Qaşqay dilini, elini derya kıyasın. Çalxanır, berqərar olun. Bu da Mirza. And also a very famous journalist in the European bubble here, and he has been working for more than 20 years for the European institutions. He is editor-in-chief of EU Today. Mr. Gary Cartwright has been working closely with the Ukrainian diaspora, calling for justice and freedom, and he will share his testimony with organizations, especially Justice for Ukraine. Gary Cartwright, the floor is yours, and thank you very much for being here today. Well, Manel, thank you very much for that very kind introduction. Ladies and gentlemen, first of all, can I first say that I was present at your earlier manifestation outside the European Parliament, just maybe half a kilometre from here, and may I say how eloquent your speakers have been, how peaceful and how dignified your demonstration has been. You may feel that people in Brussels and in the EU institutions do not have a great understanding of the suffering of the Azerbaijani community under Iranian authorities. I can assure you that actually, certainly in the media, we do understand. I have always considered Azerbaijan to be one of the best friends of the European Union from that particular part of the world, and so yes, please understand that we do know what you're going through, we do know the arguments, and I'm hoping that we can support what you have been doing here today. I'd like to refer to my very, very close friend and indeed colleague, Mr. Chris White. Yes, indeed, he has been delivering humanitarian aid to Ukraine. We're very proud of Chris. He has been a very outspoken journalist. He has been a fighter for justice. And for him... Nerede soydaşlarımız bir araya gelmişler. Bildiğiniz gibi bugün İran adlanan ölkədə orada
mən sayıyla işim yoxdur, 30 milyon, 35 milyon ya 40 milyon. Orada dilimiz baskı altındadır, ekonomimiz baskı altındadır. Orada hər türlü baxdığımızda heç bir özgürlük yoxdur. Yəni bir diktatorluq var, bir zalimlik vardır, bir zulüm vardır. O zulümə qarşı özellikle ne demek istersiniz? Bu toplantının mühüm peyğamının biri İttihatiyyə Avropaya budur ki, İran adlanan ölkədə məmalik-i məhrusə ünvanında ya bir kəsirül milləh olan bir ölkə olaraq milyonlar insanlar var ki, əsasi və əvvəliyyə hüquqlarından uzaqdırlar. Milyonlar nəfər haqqı yoxdur öz ana dilində dərs oxuya, öyrəşə, öz ədəbiyyatın mədrəsələrdə öyrəşələr və bu vaqəən o ziddi hüquq-i bəşəri işlərdir. Bu tazə bir qismətdir. Çox miqdarlı zülm orada olubdur. Müxtəlif etniklərə, hər cümlə Azərbaycan bir böyük etnik olaraq. Yani Amerikadan, her yerden, bütün Amerika kıtasından, Avustralya'dan, Türkiye'den, her yerden buraya katkısı olan soydaşlarımız var. Özellikle bir değerli soydaşımız, dildaşımız ne için buraya gelmişler, öz dillerinden eşidəcəyi, onlar anlatacaklar. Hoş gördük. Çox sağ olasınız. Mən də bir Azərbaycan balası olaraq bu möhtəşəm toplantıda iştirak elədim. Çox bir gözəl idi. Bilahare ədalət və azadlıq səsin buradan biz istədik. Salam deyirəm bütün əziz soydaşlarımıza və bu aksiyada iştirak edən hər kəsə. Bugün 25 Mart Güney Azərbaycan tarixində damğasını vurdu. Yadan başqa bir şey olmamışdır. Hazırda İslam Respublikası rejimi iflas həddinə çatmışdır və hər cür böhrana qarşıya qalan İranın müxtəlif bölgələrində yaşayan xalqlar aylardır rejimə qarşı üsyan edirlər. Saygıdeğer, değerli soydaşlarımız, bildiğiniz təkin bugün Belçikanın başkəndi Brüksel'de Dünya Azərbaycan Türkləri bir araya gelmiş. Bir haykırış var, yaşasın Azərbaycan. Buna göre ki Dünya Azərbaycanlılar bir noktaya gelmiş. Avrupa'nın göbeğinde, Avrupa Birliği'nin önündeyiz. Gerçekten böyle bir tarix üzerinde böyle bir Dünya Azərbaycan Türkləri bu araya gelmemişti. Buna göre ki fas şovinizme yani son vermek. Buna göre orada olan soydaşlarımız var, dildaşlarımız vardı. Dilimiz bataktadır, dilimiz tapdalanır, varlığımız tapdalanır. Buna göre ki düşman bizi görmezden gelir. Çok sağ olsunlar, var olsunlar. Kuzey Azərbaycandan, Dünya Azərbaycandan, Azərbaycanımızın güzel sesi. Bugün Güllü Hanım da bizim aradadır, biz bir araya geldi. Buna göre ki çok sağ olsunlar, bizi yalnız bırakmadılar. Öz sesleriyle, Yaşa Azərbaycan marşıyla bugün toplanışımıza bir boyak kattı, bir renk kattı. Çok hoş gördük sizi Güllü Hanım. Çok hoş gördük, ben de sizi salamlayıram. Biz Brükseldəyik, Avropa Parlamentinin önündəyik. Dünya Azərbaycanlıları yığışıblar bura. Bütün Azərbaycanlılara təşəkkür edirəm. Bütöv Azərbaycan naminə həmişə ölkəmizi bütöv görməyi arzuluyuruq. Bayrağımız hər zaman dalğalansın. Dünyanın ən gözəl bayrağı da Azərbaycan bayrağı. Arzu edirəm ki, bütün dünyada, Təbrizdə bayrağımız gözəl dalğalansın. Bütün Azərbaycanlılarımıza bütöv olmağı arzu edirəm. Özellikle Güllü Hanım, sizden bu sorunu vereceğim. Bilirsiniz ki orada, mən sayıyla işim yoxdur, 30 milyon ya 35 milyon. Orada bizim dilimiz, varlığımız, musiqimiz, bütün oyunlarımız, milli gələnəklərimiz, görənəklərimiz şovinizmin tapdağı altındadır. Yani bugün Təbrizdə bir kız sizin gibi milli geyimdə olsun, səsiyle, gözəlliyiyle, özəlliyiyle şarkılarımızı səsləndirə bilmir. Buna göre ki sizi sevenler vardır Güney Azərbaycanda. Onlara ne demek istersiniz? Ben bütün Güney Azərbaycanlılarımızı salamlayıram. Onlara saygım, sevgim sonsuzdur. Onların her zaman saygısını, sevgisini hiss eləmişəm. Və elə sizin mikrofon vasitəsilə bütün Təbrizdə yaşayan Güney Azərbaycanlılarımıza, bütün Güney Azərbaycanlılarımızın hamısına çox təşəkkür edirəm ki, mənə belə bir hər zaman onların dəstəyini hiss eləmişəm. İnşallah bu konsert proqramı ilə vaxt gələr ki, orada da çıxış eləyərik, orada da səsləriyle, Yaşa Azərbaycan marşı ilə bugün toplanışımıza bir
boyaq qatdı, bir rəng qatdı. Çox